Yoldaşlarım da mənə Tokyo deyir. Adımı dəyişdin? Hə. Kızım adımı dəyişmə. Niyə? Adam dəyişməz. Mən sənə adımı adın nə idi? Gülbanı. Ay sağ ol. Gördün özün Tamam, dedi. Gülbanı Öldün, deyil. əlbəttə. Kes dərsi mənim fikrimi yayındırma. Beynim onsuz da transmavator kimi işləyir. İndi zamıkanlı verəcək. Dərsi Pat yerim qeyd eləməmişəm mən. Eləmisən, mən qrupda baxdım. Gələ, təz elə. Otur. Sakit. Gülbanı. Gülbanı yox, Tokyo. Tokyo otur. İlahi pərvərdigara, mən sizin işiniz nə edəcəm? Tokyo. Nə keçmişsiniz indi gezdim yazdım bunu. Dərslər Sait, Samit, Bu nə adlar deyir? Qız adları qoymurlar. Samir, Şair. Bir dəqiqə gözlə bir dəqiqə. Bu Sait, Samit adları iki adıdır. Hə, dinən Nurbanı. Müəllimə mənim başımı xarab edib məktəbdə ancaq dərs öyrən. Pis bir şey deyir. Nə bilim mən. Nurbanı lan ol. Hə, Nurbanın reklamlar, YouTube reklamlarını oxşayır girir ortaya. Dinən. Hə, mən onu oğlan adlarını öyrənmirəm. Bu oğlandır. Mən bezmişəm, amma bir daha başımı qoyub yata bilmirəm. Məktəbə yata bilmirsən? Nurbanı. Satır səndə Nurbanı. Sakit Nurbanı. Hə. Sait, Samit addır. 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 Öyrən. Demək nədir? Bizim sinifdəki oğlan adı niyə Samirdir bəs? Bu Samirdir. Sait, Samitdir. Samir. Samirdir. Ay Allah, ay Allah. Bu cürə savadda ananın, bu cürə belə savadsız uşağı elm uzağına göndərirəm. Sən elm uzağında nə öyrənsən, adımı dəyişib Tokyo qoyub gəlmisən mənim üstümə. Nə elə bir dənə cingiltili Samit tez elə başım şişdi. İngilizcə Samit. Dinəndə cingiltili Samitdir. Dedim də İngilizcə Samir şarsan. Dediyimi təkrarlama, cingiltili Samitdir. İngilizcə